8 bərabərdir 99. Bərabərdir 99. Ya hayyu, ya hayyu. Tapdım. Tapdım. Şahmat. Budur. Nədir bu? Bu nədir? 99 nədir? Bu onları qorxudan oldu. Bu işarə, bax bu işarə hər bir insanın əlinin içində var. 99 rəqəmi, 81 üstə 18 bərabər 99. Allahın 99 adıdır. Onlar ruhdular. Məhz onlar. Bunu mənim əlimin içində görüb oxudular. Əsma-i Hüsna. Aksaqqal orada oturur da. Biz burada oturaq. Danışaq, söhbət edilir. Maraqlı əhvalatlardan danışaq. Dərindən tanıyaq. Gecə vaxtı qapını döydüm, köməklik elədim. Dedim dalımca qaçanlar var. Evimə saldım. Danışdığım sözə bax. Nə dedim ki? Dedim bir-birimizi dərindən tanıyaq da. Bax gələr tanıyarıq. Dur gəl. Üzürlü sayın, bugün sizə yeməyi isə verə bilməyəcəm, çünki özüm də təzə gəlmişəm. Ancaq çay dəmləmişəm. Deyirəm, Axsaq qal. Bilməm, təsadüfdür, yoxsa zərurətdən irəli gəlir. 3 övladım var. Birinin adı Lalədir, qızımın adı Lalədir. Böyük oğlumun adı Həmiddir. Bəs, kiçik oğlum nə adıdır? Kiçik oğlumun adı Adəmdir. Bayaq demişdin sən bunu. Adəm. Açma. Açma, açma. Olardı gələn açma, nə olar açma, açma. Mən də Aycan kızım, can ata qurban. Yoldayam, rayondan təzə çıxmışam. Hə qızım, ben maşını sürürəm, mevcut durağa saxladım, səninlə danışıram. Hava da çox yağışlıdır, dəhşət yağış yağır. Qoy ata çatsın Bakıya, sənə zəng vursun danışaq. Olar qızım? Bir aydan sonra inşallah görəcəm, narahat olma. Yaxşı qızım, ben yoldayam, maşını vermişəm kənara. Hə, çatın Bakıya zəng vuracam, narahat olma. Yaxşı, atasan öpürəm. Mən də, sağ ol, sağ ol. Aycan değerli kardeş. Oo, mənim gözəl qardaşım. Necəsən? Çok sağ ol, sen nesin? Mən Allah'a şükür. Başını yatır dayanamam. Haradasan belə? Bir iki saat olarla yoldan çıkmışam.
yaman yağış yağırdı. Biraz Deniz dalgasından söz soraqlayır. Hakim ədaləti necə saxlayır? Yaxşı ki, onlar mənim atamdan anamdılar. Onların sayəsində qısa deyəcəm, filmə baxın, qüsurumuz varsa əfv ediyoruz. Burada Elmətli müəllim var, vallahi adam onun yanında, yəni senariden danışmaq istəmir. Üzüldü saysınlar. Burada maşallah aktyorlar var ki, yəni Hazınuran müəllim buradadır, onu da salamlayıram. Yəni, yenə də deyirəm, bir hamını salamlasa, valla vaxtımızı alacaq, mən də vaxtımızı almaq istəmirəm. 81 dəqiqə 18 saniyə vaxtımız zaten gedəcək. Ona görə hamını dəvət edirəm, filmə baxmağa. Buyurun. Filmdən öncə bizim birgə layihəmiz olan Ölümün Verdiyi Həyat filminin qısa görüntülərini və ilk girişini sizə təqdim etmək istəyərdim. Vüsal bəy buradadır. İstərdik Fatimə Əliyeva ilə başlayaq. Seçkin Babayev Alisa Vegari. ve filmin baş rol ifaçısı hamınızın onun her zaman güler yüz, insansever, pozitif olduğu halde çetin sahneleri meharetle canlandıran Elşad Zarafat'ı. Orada durmaq yox, buyur. Koyuq təvəzzökarlar kenara. Buyurun. Axşamınız xeyir olsun. Bir də özümüzü alqışlayaq. Hər kəs salamlayıram, var olun. Zəhmət çəkib gəlmişsiniz. Ağa Tin News əl edir mənə, salamlayırlar. Tində deyirsəniz, aldasın. Elməttin Cəfərov salamlayıram xüsusilə. Alqışlar ürəkdən. Oradan da hər bir insana, müstənətdə adımdan insana dəstək də olur. Necə, əlindən nə gəlirsə edir, komandası da buradadır, var olsunlar. Hörmət elədilər, gəldilər, çox sağ olun, minnətdarım. Vüsal müəllim buradadır, salamlayırıq bizim dəyərli vəkilimiz Vüsal müəllim buradadır. Birazdan Vüsal müəllimin senarisi əsasında çəkilən filmin kadrlarını ekranda göstərəcək. Rejissor Ramil Adıloğlu'nu salamlayıram. Ölümün Verdiyi Həyat filmi gələcək bu yaxınlarda. İnşallah həmin o kollektiv də buradadır. Və bizim dəyərli polis əməkdaşları da burada var. Onları da salamlayıram mən. Rüstəm müəllimi salamlayıram. Məhəmməd qardaşım buradadır, onu salamlayıram. Bir sözlə kimin adı yadımdan çıxsa üzrlü saysın. Qardaşımı da salamlayıram, burada oturub. Hamı salamlayıram, var olun, çox sağ olun. Film haqqında yəqin ki filmin rejissoru, ideya müəllifi, senaryo müəllifi Hacı Murad qardaşımız danışacaq. Hacı Murad qardaşımız da bilmirəm, siz təqdim edəcəksiniz, yoxsa mən. Azerbaycan kinosunun simvoluna çevrilmiş Nizami Kino Merkezi'nde 81-18 filminin gala gecesinde sizi görmek büyük gurur ve sevindirici bir haldı. Hamılıkla hoş gördük sizi. Bir sahne etraf vereyim. Sonuncu defa ben bu sahnede Türkan Sorar'la dayanmıştım. Ama bugün hürmetli ve iller boyu onun hem emeğine
hem dostluğumuza, hem ailesine çok büyük değer verdiğim Ülviye Hanım'la bu tedbiri size təqdim edəcəyik. Həmişə olduğu gibi parlaydı. Görürəm ki, bu fikri benimle siz bölüşürsünüz. Teşekkür Emin Bey, teşekkür. Bu gece biz sadece bir film izlemeyeceğiz. Bunu qeyd etmək istedim. Xüsusilə vurgulayacağım ki, bu gece biz çok heyecanlanacağız, ürəyimiz sıxılacaq, nəfəslərimiz tutulacaq, bəzən də öz qorxularımızla üz-üzə qalacaq. Nostalji triller janrında seçilen filmin təqdimatıdır. Hamı bilir ki, yanvarın 29-dan neçə vaxt reklam edildi. Hətta bütün kinoteatrlarda da bizim filmi izləyə bilərsiniz. Pentavrusda, Parkburlarda, Metroparkda, Aygün Mallda, bir çox kinoteatrlarda, hətta Nizami'də də bugün qaldı gecəsi gördüyümüz Nizami kinoteatrında sabahdan, bugündən etibarən bu filmi izləyə bilərsiniz. Çox maraqlı filmdir, həm də kinoteatrlarda korku janrında, psixoloji triller janrında olan bir film yoxdur. Məncə izləməyə dəyər. Axşam saatlarında izləməyə istəyirəm. Maraqlıdır, mən də əsas rollardan birini aparıram. Açmadan rejissor ilə birinci işi deməklə var ki, hətta sənəmsinə özünün ideya müəllimədə özüdür. İnanıram ki, bundan sonra bu maraqlı olsa, bunun ikincisini verəcək. Çəkmədin, hə? Çatdıramıyor. Çatdıramıyor. Sən nəyi çatdırdın bizə? من senin divan, sen benim çıktın. Pervanelum ben, başıma fırlalım. Ben senin divan, sen benim çıktın. Pervanelum ben, başıma fırlalım. Sensiz hayat eşkim,